Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bir yerdə Temudan gələn bağlamanı açacağım və bu dəfə çox maraqlı məhsullar sifariş eləmişəm. Gəlin bir yerdə baxaq. Mən hələ ki baxmamışam. Belə bir böyük bağlama var. Videolarımı izləyirsinizsə və yaxud Temudan sifariş edirsinizsə, yəqin ki bilirsiniz ki, Temu saytı hər zaman bütün məhsulları bir bağlamanın içinə yığır, ayrı-ayrı göndərmir. Məsələn, Trendyol kimi. Hər dəfə deyirəm ki, Trendyolun sifarişlərini də çəkəcəm, amma vaxtım olmur, alınmır, gərək çəkim. Məncə o da sizə maraqlı olar. Kanalıma abunə olsaz, videonu bəyənsəz çox şad olaram. Çünki bu mənim üçün çox vacibdir. Bu kanalın inkişafına kömək eləyir. Hər zaman olduğu kimi mən qızım üçün də nəsə sifariş eləmişəm. Çünki Temu saytında uşaqlar üçün çoxlu maraqlı şeylər, paltarlar, oyuncaqlar var. İndi sizə göstərəcəm. Bu dənizdə oynamaq üçündür. Yay gəlir. Ona görə belə bir şey sifariş eləmişəm. Qumla oynamaq üçün. Mən balaca olanda belə oyuncaqlarım var idi. Vedrədir. İndi sizə göstərəcəm. Özüm də baxacağım ilk dəfə. Çox yaxşı qablaşdırma eləyiblər bu arada. Baxın. Mən balaca olanda ən sevdiyim oyuncaqlardan biri idi. Bunu baxın, necə qablaşdırma eləyiblər. Bunu harasa asmaq olar. Bu bilmirəm nə üçündür. Yəqin ki qumla oynamaq üçün. Bunu sürtürsən quma və belə naxışlar, balıqlar əmələ gəlir qumda. Qum yaş olsa, baxın. Bu figuralardır. Düşdü yerə biri. Mən uşaq olanda ən çox bunlarla oynayırdım. Baxın, bu rakuşka kimidir. Bu krabdır. Bunu bilirsiniz də yəqin ki, qumu doldurursan bura, sonra qoyursan qumun üstünə və belə figuralar qumdan əmələ gəlir. Əgər uşaqlıqda oynamısınızsa, şərhlərdə mütləq yazın, maraqlıdır, neçə nəfəri belə. Mən balaca olanda bağda, dənizdə çox sevirdim belə oynamaq. Gözləyirdim ki, yay gəlsin, gedim bağa, dənizə oynayım. Sonra belə bir qəribə şey də var. Orada cürbəcürləri var idi. 8 detallı, 16 detallı, nə bilim. Mən figuraları çox olanı seçmişəm. Məncə yadımda deyil, amma bütün linkləri sizin üçün qoyacağım. Əgər istəsəz, özünüz də sifariş edə bilərsinizsə, qiymətlərə baxa bilərsiniz linklərdən. Çünki qiymətlər hər zaman dəyişir. Mən artıq əvvəlki kimi videoda qiymətləri yazmıram. Çünki mənasını görmürəm artıq. Bu da lapatkadır. Bunun tutacağı da var. Düzəltdim. Belə lapatkadır. Bu da bilmirəm nə üçündür. Bundan yəqin ki qumu qazırsan. Ya da nəyinsə detallıdır. Belə lapatkalar düzəldirsən. Neçə dənə lapatka qoyublar ay Allah. Bir neçə dənə uşaq oynaya bilər bu dəslə. Və vedrəsi. Burada bir dənə də figura var belə. Bu asminoqdur məncə. Mən üzr istəyirəm, rus sektorda oxumuşam. Bəzi sözləri ola bilər Azərbaycanca tam bilmirəm. Üzürlü sayım buna görə. Ümid edirəm ki, bu sizin üçün problem deyil. Bu balıqdır. Delfindir. Yoxsa başqa balıqdır. Kit. Baxın. Ulduz. Qəşəngdir məncə. Xoşuna gələcək. Amma məndə olanlar uşaqlıqda məncə daha böyük və qalın idi. Bu da vedrəsi. Bunları yığırsan vedrəyə və belə aparırsan dənizə, oynayırsan. Amma vedrə balacadır. Hamısı yerləşməyəcək vedrənin içinə məncə. Bu dəfə paltar da sifariş eləmişəm. Bir də çanta var burada. Bu çantadır, özüm üçündür. Mən əslində belə böyük çanta ona görə sifariş eləmişəm ki, elə olur ki, uşağın bəzi paltarlarını, əşyalarını da qoyuram çantaya. Harasa gedəndə yayda lazım ola bilər. Bu məncə sırf yay çantasıdır. Amma yox, deyim sizə, indi belə baxıram, qışda da açıq paltarla istifadə etmək olar. Bağlıdır, baxın, zamoku var. Məndə buna oxşayan çanta var idi, amma zamoku yox idi. Bu tipli çantalar Bakıda, nə bilim, ən azı 100 manatdır qiymətləri məncə. Bəlkə var ucuz yerləri, mən bilmirəm, sadəcə mollarda, amma Çin istehsallı çantalar çox baha qiymətə satılır. Heç bir iyi gəlmir. Çox qəşəng, çox keyfiyyətlidir. Mən bəyəndim. Çox razı qaldım. Yaxşı ki sifariş eləmişəm. İki fikirliydim, düşünürdüm sifariş eləyim, eləməyim. Deyəsən ilk dəfədir Temudan çanta sifariş eləyirəm.
Amma çox qəşəngdir. Sonra ilk dəfə Temudan ayaqqabı sifariş elədim. Krasovkadır. Bu rəng indi ən dəbdə olan rəngdir hal-hazırda. Mən Trendyoldan özüm üçün bir dənə bluz da sifariş eləmişəm bu rəngdə. Məncə kombi eləmək olar. Çox qəşəngdir. Bunu videonun sonunda giyinib baxacam olacaq mənə yoxsa yox. 37 ölçü sifariş eləmişəm. Məndə ölçü 37-dir və hər zaman ancaq 37 olur mənə. Mən Temudan şoka düşürəm də, nə qəşəng keyfiyyətli paltarlar olur orada. Əvvəl AliExpress-də idi. Hamı AliExpress-dən sifariş eləyirdi də, çox şey, tək paltar yox. Amma AliExpress-də məncə bu dərəcədə çeşid, keyfiyyətli paltar yox idi. Baxın nə qəşəngdir bu. Mən şokdayam. Mənim qızım gəzməkdən qayıtdı. Növbəti paltar. Çox xoşum gəlir mavi rəngdən və mavi rəngli paltarlardan, zolaqlı paltarlardan. Çox qəşəngdir. Amma mən bunu əslində jalet kimi gözləyirdim. Baxın, bu elə bil ki, üstü cırılıb. Çox nahaq təriflədim Temunu. Baxın, mən onlara yazaram, ya təzəsini göndərsinlər, ya da pulumu qaytarsınlar. Baxın, burada bilmirəm görürsünüz yoxsa yox, süzülüb, elə bir süzülməyə başlayıb. Heyf. Həm də mən bunu başqa cür təsəvvür eləyirdim. Bu sanki kətan saroçkadır, amma mən bunu jilet kimi gözləyirdim ki, qalın materialdan olacaq. Mən özüm üçün çolka sifariş eləmişəm. Suni çolka. Mən əslində düşünürdüm ki, bu növbəti sifarişdə gələcək. Çünki Temuda belədir ki, nəsə sifariş eləyəndə, sonra 24 saat ərzində səhv eləmirəmsə, yenə nəsə sifariş eləyirsənsə, onlar həmənki sifarişin içinə qoyurlar. Bundan qısa video çəkəcəm TikTok üçün, Instagram üçün. Bu arada məni Instagramda və TikTokda da izləməyə götürə bilərsiniz. Linkləri qoyacam videonun altında. Baxın, bu belə uzun çolkalardandır. Yaxşı, gəlin bununla indi əlləşməyim, çox vaxt aparacaq bunu baş çıxartmaq lazımdır bundan. Bu belə çolkadır, baxın belə, yəni tam belə çolka deyil. Buradan belə elə bir çolka gedir, saçlarıma qarışır, elə bir şeydir. Mən bunu mütləq sizə qısa videolarda, Shorts'da da, YouTube'da da paylaşacağım, başqa sosial şəbəkələrdə də göstərəcəm. TikTok'da yoxsuzsa, burada görə biləcəksiniz bunu. Bir dənə də koftadır. Bu kofta çox qəşəngdir. Çox qəşəng. Hətta axşam harası restorana gedəndə giymək olar. Baxın, sadədir, amma gözəldir. Mən sadə şeyləri ümumiyyətlə sevirəm. Və mavi rəngdir, tünd mavi. Çox qəşəng görsənəcək məncə. Bir də belə bir şey sifariş eləmişəm uşaq üçün. Bu tualetə qoymaq üçündür. Uşağı tualetə öyrəşdirmək üçün. Oturacaq. Gəlin bunu açaq. Baxın, bunu yerləşdirirsən, bilmirəm uyğun olacaq bizim tualetə yoxsa yox. Orada göstərilib ki, bütün tualet növlərinə uyğundur. Burası yumuşaqdır. Belə bir şeydir. Bu sonuncu idi. Ümid edirəm ki, video xoşunuza gəldi. Əgər xoşunuza gəldisə, like qoymağı unutmayın. Mənə abunə olun, xahiş edirəm. Biz sizinlə görüşərik növbəti videolarımda. Hələlik.